Salam dostlar. Bugün sizə Instagramda takipçi sayınızı necə yüksəldə bilərsiniz? Bu haqda məlumat vermək istəyirəm. Instagram hesabınızda əgər canlı yayın aktiv deyilsə, bu metodla siz də Instagramda həm də canlı yayın özəlliyinizi aktiv edə bilərsiniz. Əvvəl TikTokda belə idi. Artıq Instagramda da belədir. Instagramda da artıq minimum 1000 takipçiniz olmalıdır ki, canlı yayınız aktiv olsun. Bəzi hesablarda 500, bəzi hesablarda isə 1000 takipçidə canlı yayınız aktiv olur, məlumatınız olsun. İndi isə sizlərə addım-addım göstərəcəm, necə edə bilərsiniz. Bot olmayacaq, panel olmayacaq. Tamamilə Azərbaycanlı gerçək takipçiləri hesabınıza güvənli bir şəkildə şifrə daxil etmədən göndərə biləcəksiniz. Sizdən sadəcə istədiyim bu videonu sona qədər izləyin, bu videonu bəyənin, kanalımıza abunə olun və Instagram adınızı da yorumlara yazsanız sizə kiçik bir hədiyyəm olacaq. Instagram takipçi hədiyyəm olacaq, məlumatınız olsun. 500 takipçi sizlərə hədiyyə eləyəcəm. İndi isə necə edirsiniz? Gəlin sizlərə sözü çox uzatmadan addım-addım göstərim. Dostlar, ilk öncə Instagram hesabımıza gəlirik. Instagram hesabımıza gəldik. Gördüyünüz kimi burada ayarlar qisminə gəlirsiniz. Hesabınızın ayarlar qisminə gəldiniz. Əgər hesabınız gizlədirsə, baxın, gizli bölümdən hesabınızı gizlidən açırsınız. Buton yəni boz rəngdə olmalıdır. Boz rəngdə olduğu zaman hesabınız hər kəsə açıq halda deməkdir. Bu qədər. İndi isə gəlirsiniz istifadəçi adınıza, baxın, bu şəkildə diqqətlə baxırsınız. Əgər istifadəçi adınız, belə deyək, yanlış yazsanız başqa hesaba göndərəcəksiniz. Ona görə diqqətlə istifadəçi adınızı doğru bir şəkildə əzbərləyin. Sonra isə Google-a gəlirik dostlar. Google-a gəldik. Takipçi.com yazırıq. Çıxan ilk yaşı loqolu saytdır. Bu sayt haqqında qısa bir məlumat verim. Sayt Azərbaycanda 5 ildir rəsmi olaraq fəaliyyət göstərir. Bu saytda bot takipçi, panel takipçi göndərmə edilmir. Gerçək Azərbaycanlı takipçi göndərmə edilir və bazarın lideridir. Şifrəsiz və təhlükəsiz bir şəkildə siz də hesablarınıza takipçi göndərəcəksiniz. Instagram paketlərinə daxil olursunuz. Buradan istədiyiniz Instagram takipçi paketinə daxil olub, istədiyiniz paketi seçib, istədiyiniz qədər hesablarınıza qalıcı gerçək takipçilər göndərə bilərsiniz. Videonu bəyəndinizsə, bəyənməyi, abunə olmağı unutmayın dostlar. Xoş günlər arzu edirəm.